Büdcəyə qənaət edirsinizsə, deputatın maaşını kəsin, 3000-dən artıq maaş alırlar. Nazirlərin maaşını kəsin, məhkəmə sədrlərinin maaşını kəsin, prokurorların maaşını kəsin, hüquq mühafizə orqanlarından savcıların maaşını kəsin. Çünki onların rüşvət almaq imkanı da var. Bu hərbiçinin nəyi var ki, siz hərbisini müharibə bitən kimi, müharibə bitdiyindən bu maaşını bir qat endirdiniz. 450 manat, 500 manatı bu yazıq hərbiçi neynəsin, ailəsini necə dolanır. Və çoxu yüksək maaşı arxayın olmuşlar, gedib ipoteka götürmüşdülər, kreditlər götürmüşdülər, bu cür kreditlər ödəyə bilmirlər. Büdcəyə qənaət edirsinizsə, deputatın maaşını kəsin, 3000-dən artıq maaş alırlar. Nazirlərin maaşını kəsin, məhkəmə sədrlərinin maaşını kəsin, prokurorların maaşını kəsin, hüquq mühafizə orqanlarından savcıların maaşını kəsin. Çünki onların rüşvət almaq imkanı da var. Bu hərbiçinin nəyi var ki, siz hərbisini müharibə bitən kimi, müharibə bitdiyindən bu maaşını bir qat endirdiniz. 450 manat, 500 manatı bu yazıq hərbiçi neynəsin, ailəsini necə dolanır. Və çoxu yüksək maaşı arxayın olmuşlar, gedib ipoteka götürmüşdülər, kreditlər götürmüşdülər, bu cür kreditlər ödəyə bilmirlər.